Gəncə şəhər Şəhidlər Xiyabanında naməlum şəhid kimi dəfn edilmiş 1-ci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Yusif Mirzəli oğlu Məmmədovla Sumqayıt şəhərində vida mərasimi keçirilib. Şəhidin nəşi Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Dəfn mərasimində şəhidin doğmaları, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının rəhbərləri, hərbiçilər və ictimaiyyət nümayəndələri iştirak edib. Qeyd edək ki, Yusif Mirzəli oğlu Məmmədov 1972-ci il iyunun 29-da Sumqayıtda anadan olub. O 1994-cü il fevralın 2-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb. Yəni DNK vermişdi qardaşımla. 3-4 gündən sonra xəbər elədilər ki, yəni çağırdılar bizi. Yəni getdi, yəni orada bizə məlumat verdilər ki, yəni qardaşımız tapılıb. Həm sevinclidir də, həm də biraz kədərlidir. Sevinclidir ki, onun üçün gəldik, gözümüz yoldan çəkildi. 31 ildir gözümüz yoldaydı. Çox sağ olsun, təşəkkür edirəm hər kəsə. Şəhmistan Fikrətli Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.